Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin suresinde böyle bir ayet var ki: Bime gafarali Rabbi ve cealeni minel mukramin. Rabbim ne sebebe göre, neye göre böyle dilmişten diyek, ne için bana bu hürmeti, bu izzeti, bu mertebeni nasip elədi. Kaş kavmin bileydi ki Rabbim mənə nəyə görə bu hürməti, bu yuxarı dərəcəni, bu mərtəbəni nəsib elədi. Burada bir şey var. Yəni Allaha Həbib Nəccar iman etdi və onu öldürdülər. İman etdiyinə görə, Allaha inandığına görə və Allah Teala onu cənnətin ən yuxarı mərtəbəsinə qaldırdı və o oradan o cənnəti görüb dedi, kaş qovmum, kaş mənim millətim, kaş mənim cəmaatım biləydi ki, Rəbbim niyə görə məni bu izzətə, bu hörmətə qaldırdı. Bax, bu sözlə mən bu dəqiqə Aktavada bir məsciddəyəm. Həmin məsciddən baxıb, bax bu xatırlayaraq bu sözü deyirəm ki, ya məni də Allah ona görə bu imkanları qismətlədi ki, bu istədiyim yerə gəlməyi, istədiyim məsciddə olmağı, istədiyim yerlər mənim üçün qapıları açıq olması niyə görədir? Ona görə ki, mən ən günahlı yollardan Allaha tövbə eləyərək namaza başladım. Əgər mən namaza başlamasaydım, yəni mən 38 yaşında tövbə eləyib namaza başladım və Allah Teala bugünkü gündə, bu 70 yaşımda Allah mənə dünyanın ən böyük məscidlərində namaz qılmağı, istədiyim yerə getməyi, istər Məkkəsində, istər Mədinəsində, istər Ərəbistanın, Yordaniyanın, Suriyanın, Türkiyənin, Rusiyanın, Qazaxıstanın, Qırğızstanın, Özbəkistanın, aleykümselam, neçə məscidləri saysaq bitməz ki, bax Allah Teala mənə o imkanları verdi ki, o məscidlərdə oturmağı, namaz qılmağı, belə azad gəzməyi, yalnız Allah onu, mən ona iman gətirərək ən günahlı yer zamanımda tövbə eləyərək namaza başlamağımın səbəbidir. Və namaza da mən başlamışam 38 yaşımda. İlk başlamışam oruçdan və qarşıda da Ramazan ayı gəlir. Yəni kim Allaha Ramazan ayında bir oruç tutarsa, Allah ona namaz qapısını açar, Allah ona hac qapısını açar, Allah ona bütün qapıları açar. Odur ki, mənim həyatımdan, keçmişimdən və bugünkü günümdən ibrət alaraq, ay cəmaat, ay mənə baxan, məni dinləyən, kimisə maskaraya qoyur, kimi həqiqəti görənlər və görməyənlər. Görün, bilin və bunun hamısının da səbəbi yalnız namaz qılmaqdır, Allaha sığınmaqdır. Namaz insanın, Allahla insan arasında ən böyük rabitədir. Çünki mən namaz qılıramsa, burada məsciddə namaz qılıramsa, mən Allahla söhbətləyirəm. Boş qalsın bütün şəhər, bütün nə varsa, restoranlar, hamıda, amma mən məscidlərdəyəm. Kimsə deyir ki, gedirsən, bəli. Allah namazıma görə məni göndərib və bu günlərimdə bilirəm, ölənə kimi də namaz insanın ən birinci dostudur. Qalan işlər hamısı boşdur. Odur ki, ay cəmaat, qabaqdan Ramazan gəlir, Allah sizin hər birinizə Ramazanı gözəl keçirməyi nəsib eləsin. İmana dönməyi, kiməsə bir oruç tutmağı və yaxud da bir dənə oruçluya iftar verməyi, bir ölənlərini yad eləməyi nəsib eləsin. Tövbə eləməyin hər kəs üçün vaxtıdır. Yəni tövbə eləmək o deməkdir ki, tulladım mən bu işlərin hamısını, bir gün öləcəm, mənə bu dünyadan aparası şey
Nə var dövlətdir, nə qovm əqrəbədir, nə dostdur, nə tanışdır. Yalnız namazdır, yalnız namazdır, yalnız namazdır. İnsanın Allahla arasında söhbət eləməyə yalnız namazdır. Namazsız insan heç şeydir. Odur ki, ay cəmaat, dönün namaza, Allaha tövbə eləyin. Allah Teala hamımızın son nəfəsini əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammeden Resulullah kəlməsi ilə bitirməyi nəsib eləsin. Esselamu aleyküm və rəhmətullah.